Hər vaxtınız xeyir olsun. Əziz tamaşaçılar, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və təşəbbüsü ilə Azad Azərbaycan Televiziyası və bu şəhərdənin birgə layihəsi olan Şən Gənc efirdədir. Ötən həftə Coşqun müəllimin komandalarını izlədik. Yarışmamızın qaydasına, şərtinə əsasən Astara Gənclər Evi ilə sağollaşdıq. Bu həftə Kübra Əliyevanın komandalarını izləyəcəyik. Azərbaycan Respublikasının əməkdar artisti, dəyərli insan, gözəl xanım, səhnəmizin sevilən aktrisası Kübra Əliyeva buradadır. Teşekkür ederim. Uğurlar. Azərbaycan Respublikasının əməkdar artisti Coşqun Rəhimov buradadır. Uğurlar. Azərbaycan Respublikasının əməkdar artisti Rafael İskəndərov buradadır. Hamıya uğurlar, sağ olun. Və Və gözəllər gözəli Aysel xanım. təşəkkür. Çox sağ olun. Xoş gəlmişsiniz. Çox sağ olun. Necəsiz? Çok sağ ol. Yaxşı. Yaxşısınız. Yaxşı. Coşqun müəllim, siz necəsiz? Yaxşıyam, fürsətdən istifadə edib Astara komandasına uğurlar arzulamaq istəyirəm. Keçən veriliş Astara tərk elədi bizim Şən Gənc proyektini. Amma uşaqlara tövsiyəm odur ki, ruhdan düşməsinlər. Bu başlanğıcdır. Qazanılan kimi uduzmaq da var. Ona görə məyus olmayın. İrəli, çox istedadlısınız. Sizin Gənclər Evinə də bax, belə qocaman salamlar, bu alqışlar sizin üçündür. Hə, başlayırıq. Bugün 3 komandanı izləyəcəyik. Artıq Kübra xanımın komandaları onlardır. Kübra xanımla yollarına davam edirlər. Göyçay, Göygöl və Ağstafa komandası. Bəli, Kübra xanım özü hamısını bir-bir izləyib və görək bugün onlar nə edəcəklər? Göyçayla başlayaq mı? Buradasınız uşaqlar, Göyçaylanı bir göstərin. Göyçay. Gəlsin görək Göyçay Gənclər Evi necə bir səhnəci nümayiş etdirəcək. Göyçay Gənclər Evi hazırlaşana qədər elə Göyçaydan gələn qonağımız Hüseynli Nicatı dəvət edirik, ifası ilə gəlsin.
Necat, xoş gəlmisən. Neçə yaşın var? Xoş gördük. Hər kəs salamlayıram. Mənim 15 yaşım var. Ay maşallah. 5. Neçə ildir ifa edirsən? 3 ildir. Toya gedirsən Göyçayda? Bəli. Eşq olsun, uğur Eşq olsun. olsun. Göyçay Gənclər Evi gəlsinmi? Hörmətli Sumqayıtlılar və Sumqayıt şəhərinin qonaqları. Noyabrın 12-si. Kimyaçılar Mədəniyyət Sarayında bu şəhərdənin 25 yaşına həsr olunmuş Evdar adlı solo konsertində hamınızı dəvət edir. Ay Allah, mən nə elədim? Ay Allah, ay Allah, mən başıma anan külünü töküm. Niqulya, ay Allah, mən nə cavab verim? Allah, ay Niqulya, az ölmüşəm, gəl götür məni yerdən. Uy, ay Allah, mən nə verəcəm? Mən nə cavab verəcəm? Ay Allah, Nə olub az? Bu nə sir sifətdə? Niyə ağlayırsan? Keç otur. Qaça-qaça nə tər gəldim, heç bilmədimi? Otur görüm. Nə olub hə? Niyə ağlayırsan hə? Müska. Ərvə nəsə olub? Xəyanət eləyib sənə. Təhqir eləyib səni. Pul gizləyir səndən. Azan əlacı var. O səndən pul gizləyir. Sən də hər gecə xəlvətcə giyirsən cibinə. Götürsən pulunu, qoyursan qırağa. Bu deyil mən. Hər gecə özümkinin cibindən götürürəm pulu. Heç xəbəri də olmur. Azanı görə narahat olmaq. Mən dedim niyə ağlayır? Az yox, Azı məndən pozat gizlətmir. Onda niyə döyüb səni? Az yox, mən bu vurdum. Sən döymüsən. Belədir ki, günahı olub, döymüsən də. Burada nə var ki? Bax, bu bacın dağ kimi dayanıb sənin arxanda. Sən ölüncə tək qoymaram, mən sən narahat olma. Az elə bir saatdır danışırsan. Az niyə başa düşmürsən? Az mən bunun maşınını vurub xırtxəşir eləmişəm. Maşını? Bağışla sizi, mən o məsələyə müdaxilə eləmərəm. Mən sizə həll eləəm. Az bəs deyirdi mən heç vaxt tək qoymayasan. Başqa məsələlər də ola bilər. Amma maşın məsələsi həll olunmazdı. Kişi səni atıb öldürəcək, bu bir mənalıdır. Mənim səninlə bircə rəhmətə getməyə halım yoxdur. Yanda mən nə ayrım bir nəsə dedi ana. Gəl onda sənə bir məsləhət verim. Bu dizimi qəbul elə. Az bu dizimi niyə qəbul edirəm? Gözlə də, indi bu dizlərə görə insanlar öləndən sonra təzədən yaşayırlar. Ola bilər bu fikir sənə rahatlıq verər. Təsəlli taparsan ki, məndən uzaq. Yox, ay qız məndən uzaq. Əgər getsən zəng elib əlbə deyəcəm ki, hər gecə onun cibinə girirsən, pul oğurursan, üstəlik gizlədirsən. Taş sənə güvəndiyim dağlar. Sən ilanıymışsan ki, mən səhər gəlib burada ürəyimi açırdım. Yaxşı. Mənə bax, özünü təbii aparırsan. Nə olsa təbii olursan. Sanki heç şey olmuyor, heç bir şey eləməmsən. Yaxşı, rahat olursan, relaks olursan. Yaxşı. Ay Allah nasıl gəldi? Tamam kızım, ay ben yok. Tepi. Adı Müska. Can. Ay Allah əzizim gəldi. Evimin direği gəldi, ürəyim gəldi. Az bəsdir. Mən də darıxmışdım. Nə olub axı? Ay Allah, sənə qurban olaram. Cəmaatın arvadı günü-gündən ağıllar verir. Mənimkinin başı qaçır. Demirim, özünü təbii apar. Can, yorulmusan işte eləmə ay aşkım. Aşkım? Az bu kimdir? Mən siz yol keçirdim, nə tərsən? Ha, yolu bizim evdən keçir bu. Hə də, sizdeydim də. Ha, sizdən nəsə gözüm su içmir ha mənim. Nə məsələdir? Nə baş verir? Məni yoldaşım gözləyir, mən getməliyəm. Allah gözü avand eləsin, mənlik deyil. Telefonu suya batırmısan? Evi otlamısan? Az pişiyimiz xəstələnib, nə oldu? Allah uzaq eləsin. Yo, Maşını əzmisən? bugün o qədər yorulmuşam ki, gəl görəsən. Gidək yataq da. Az saat 8-dir, hələ bu vaxtı nə yatmaq? Bu vaxtı yatansan sən. Sual verdim sənə. Maşını əzmisən yenə. Yüngülcə. Elə cızıq düşüb, bax elə belə. Sən keçən dəfə dedin, yüngülcə, elə belə cızıq düşüb. Sonra məlum oldu ki, marketə girmisən maşından. Neynəməliydim? Qabağıma pişik çıxmışdı da. Pişik vurub əzməliydim. Ay qardaş, mənə çatmır, nə tər oldu? Sən yolda idəndə bu boyda pişik görə bilirsən, bu boyda marketi görə bilmirsən yəni? Hadi yaxşı da əsəbləşmə. Bir işdi da gəldi başıma.
Nə elim indi? Yaxşı, gəl otur. Gəl otur bura. Orası elədir. Hamının başına gələ bilər. Amma əsas odur, sığorta var. Dəyən ziyanı qarşılayacaq. Amma deyirəm, nə yaxşı ki, sığorta var, hə? Yox. Hə. Yox. Hə. Ay mama. Ay Allah. Ay Allah. Sənə dünən sığortanın pulunu vermişdim, ödəyəsən. Ödəməmsən sığortanı. Vallahi ödəyəcəydim. Billah ödəməyə gedirdim. oldu? Sonra salona getdim, saçımı kəstirdim. Ondan sonra gec oldu. Ödəyə bilmədim. Az səni keçəli qalasan elə. Az sənin başın qaçıb. İndi sığortadan qara qəpik də ala bilməyəcəm. Az çarı ver bura. Çarı ver. Ay sağ ol. Ağlın gələr başına. Maşınsız qalarsan ağlın gələr başına. Mən bircə gün işə maşınsız getmişdim. Səni öz əllərimlə diri-diri bastıraram. Toxunmusan mənim Range Roverimə. Ay Allah, nə olar toxunmasın. Beni başa düşmədim mən. Yoldaşın deyiləm, hə? Bir dənə dəmir parçası məndən üstün oldu indi sənə. Birincisi, mən o dəmir parçasının puluna 20 dəfə toy eləyərəm. Başa düşürsən? Gəl yaxşı. Başdan danışaq sakit-sakit. Bərk vurmusan maşını. Vallahi elə belə deyil. Cızıq deyil. Hara vurmusan? Deməli, bu binanın həyətindən çıxırdım. Heç nədən çıxandan sonra gedib vurdum. Bəs salam. Yox. Arda da var elə. Hə da, bunu vurandan sonra da bu şlaqbamı keçdim. Tərslikdən gəldi, maşın söndü. Hansı şlaqbam ay qız? Bizim binanın həyətində şlaqbam yoxdur axı. Hayır, mən binanın həyətində şlaqbamı demirəm. Yox, şlaqbam. Şlaqbam. Ay mama, ay Allah. Bunu uşaqlar dəmir yolundan gətirdilər. Dedim, bəlkə lazım olar. Bəlkə yox. Lazım olacaq. Niyə? Amma bir nəfərin məzar daşına xatirə üçün. Xatirə üçün. Birinci siz öz komandanıza fikrinizi bildirin zəhmət olmasa. Birinci qızım, bura səhnədir. Sən məşq eləyəndə görmürsən ki, sənin ayaqqabın takka-tak səs eləyir. Sən bir yumuşaqsan, evdəsən. Bir yumuşaq çüvyak ayaqqabı giyinə bilərdin. Həm qaçanda sənə mane olmasın. Bədəninin quruluşunla ayaqqabın səni tamam tərs mütənasibidir. Bu bir. İkincisi, sən saçımı kəstirmisənsə, bütün oyun boyu sənin əlin saçlarında oldu, bax belə. Bax beləsən, 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 beləsən. Bu, bilmirəm, sən bu evin gəlinisən, bu evin arvadısan, ayrı bir işin yoxdurmu saçını əlləməkdən başqa? Mən belə şokdayım, valla, doğrudan da. Amma oğlanın, bilmirəm, siz də fikir verdiniz, oğlanın münasibətləri xoşuma gəldi, çox oynadı belə. Axırıncı qaçmağın zadın biraz bitər gəldi, amma obraza girdin sən. Amma ki, düz danışmaq lazımdır, mənim xoşuma gəlmədi. Nə yerişin, nə oynadığın obrazı bilmirsən. Elə bir dənə bilirsən ki, bunu belə eləyəndə deməli nəsə həyəcanlanırsa. Həyəcanlanmaq bilirsən nə qədər olur. Ürəyin gedə bilər. Bir dəfə əlimi ürəyivə qoyun, ay Allah, mən nə edəcəm? Bir daha başıma qapaz vuraydın, sən bu qədər maşınların ikisini əzmirsən. Saçlarınla sən öz hissiyatını göstərəməzsən, qızım. Saç eləmək demək, sən harasa gedirsən, saçını dəqiqədə əlləyirsən, düzəldirsən. Sən bütün oyun boyu saçlarını düzəltdin. Elə bax, çıxartdın belə, yalan deyirəm, bəlkə mən yalan görmüşəm. Vallahi, mənim fikrim bu. Bu balaca qızımız da pis deyildi, amma rolünün balaca bir şeydi. Sənin də təbrik edirəm oğlu, sənin o obrazı tərəf müqabilindən çox şey asıldı. Mən səni başa düşürəm. Qızınız çox zəif idi, sən də elə
Bax sənin ona qarşı getməyin onu biraz dəyişdirə bilərdi, amma o da olmadı. Yəqin çox məşq eləməyiblər. Ümumiyyətlə Sən də, o da, o ayaqqabı ilə səhnəyə taqq eləyən ayaqqabı ilə Biraz səhnəyə ayaqqabı çıxmadı. mane olur. Göyçay videolarında çox məharətli videolar çəkib bizə təqdim edən bir komandadır. Yəni Video ayrı şeydir, qurban olum sənə. ay sağ ol. Hə bu uşaqlar peşəkar deyirlər Kübra xanım. Sizin sözünüzdə böyük bir həqiqət var. Yəni bunlar səhnə, aktrisalığı, bunlar hələ aktrisalığı, aktyorluğu oynayırlar. Hələ bunlar dərk eləmirlər ki, onun içində nə var, partnyor nədir, reaksiyaları necə vermək Bunları lazımdır. kimsə hazırlayıb da bunlarla. Əlbəttə ki, Tapşırılıbdır, yəni kimsə hazırlayıb. biraz başı çıxan hazırlayıb. Səhnəcikdə deyildiniz. Siz baş verən hadisədə deyildiniz. Siz senari yazılıb, 2 maşın vurulub burada, qadın ərindən icazəsiz maşınları tələf Amma olmuş eləyib. hadisələrdə ola bilir Amma də. olmuş hadisələrdə olur, amma siz bu hadisənin içində deyildiniz. Sözləri əzbərləmişsiniz, ay Allah, bir də ki, sən çox baxırsan münsiflər heyətinə, çox. Kablukun səsi Kablukun çox səsi mane mənim beynimə oldu. kişilərin olsun. Biraz jestlərin hələ tamamlanmamış bir jestləridir, tamamlamırdın, yəni bilmirdin əli hara qoyasan, necə eləyərsən, yəni tək oğlanla səhnə dola bilməz. Dola bilər, əgər mono tamaşa versə. Əgər tək bir aktyorun tamaşasını versə, tək əldən səs çıxmaz, axı biz onun əziyyət çəkdiyini görürük. O hərdən öz tekstini də yaddan çıxardır, öz oyununu da yaddan çıxardır. Səhnədə Ondan üç biz nəfərdir. şey yoxdur Kübra 3 xanım. nəfər, bəli. O teatrda da bu böyük bir bədbəxtçilikdir, əgər partnyorun yoxdursa, bu filmdə də belədir. Hə. Ona görə də ona çətin gəlir. Çox çətin gəlir. Mən sənə çox gözəl başa düşürəm. Zəif idi Kübra xanım. Təşəkkür dediyi edirik kimi. dostlar. Uğurlar. Yolunuz açıq olsun. Ağstafa Gənclər Evi gəlsin. Doktor. Neyinirsiz? Sen neyinsin ay kız burada? Hiç ne? Buradaydım sadece. Bu günə neçə əməliyyatımız var? Deməli doktor 3 ədəd burun qızartma, 8 ədəd ayaq uzatma, 5 ədəd qulaq böyütmə, 12 ədəd beyin şəkilləndirmə. Doktor bunlar sabahın əməliyyatlarıymış. Necə sabahın əməliyyatlardır bu? Bir dəqiqə doktor baxıram. Bugün əməliyyatımız yoxdur axı. Ay qız necə yoxdur bu günə əməliyyat? Ay doktor yoxdur da bugün əməliyyat. Bizə dəqiqə belə danışamıram. Sən bu qədər əməliyyatı niyə sabaha salmısan? Doktor bir dəqiqə əsəbləşməyin. Mən özüm bütün əməliyyatları sabaha saldım ki, burada növbə yaransın və desinlər ki, ay Allah, gör necə peşəkar həkimdir ki, bu qədər xəstəsi var. Elə sənin bu düşüncələrinə görə biz birinin ağzını qulağına, qulağını ağzına tükürük. O bir səs sentlərimiz hardadır? Bilmirəm. Gəl. Aslan necəsiz? Sağ olun, yaxşı. Gedişmədim ki. Baş açımda burada. Doktor necəsiz? Kör saat görmürsən burada ya. Doktor görmürsünüz kör ha. Allah. Nə istəyir elə? Doktor, bundan yaxşı aktyor olaraq. Sən də çox danışma, get əməliyyatxananı hazırla. Görmürsən deyir xəstə gəlir. Doktor sana apardı. Ay, yox elə burada saxla. Nə olub buna? Başa sağ görüm. Hamilədir. Qastriti var. Doktor bir dəqiqə. Bir dəqiqə deyəsən qarnında yekə nəsə var. Hə. Şar. Şar. Hə, götürün əməliyyatxanaya keçirdim gəlir. Doktor, biz bu yaşın şarı burada... Yoxsa aparaq əməliyyatxanada... Apar əməliyyatxanada nə eləyirsən gələ. Hardadır, hardadır? Gözlə, belə tör, tör. Hə. Bu bir. Bu da iki. Apar. Doktor, getmir axı. Ay doktor. Sağla, sağla. Ha. Ha, belə. Budur. Ay Allah. Apar, apar, apar.
Apara bunu. Sen nerede? Ne durursa burada? Durmuşsan ameliyatları adamı. Abi gir buradan. Mənim çubuğum. Ah, sağ ol Astin, sağ ol. Ha, bırak. Sağ olun dostlar, necəsiz? Sağ olun. Gördüm orada yanma səs şeydi. Qorxdum, dedim, birdən sizə nə sonra pusik. Dedim, bəs gəlin üstümüzü, başımızı düzəldim, bəs siz əməliyyata girsək, sizə kömək eləyim. Girirsiniz yox, əzizim. Giririk. Mən də girirəm. Bəli, mən harada, sən də orada. Ay doktor, biz səni itirik doktor. Ne danışırsan? Tədbir yardım çağır, tez. Tədbir yardım bizi. Sen molla çağır her ihtimala. Kaç görüm. Cendir beni. Cendir. Onu yok. Sen cendir, o çordur. Xəstənin məlumatları. Patron! Xəstənin məlumatları. Bir dakika doktor hesaplaşmayı gelip getirir. Getir. Gördüm ben bugün gelmişim ki Doktor Tombiş'le kızım şekil çektirsin kızım sağlam öyle gelmişik. Biraz da mesle bütün tedaviler buluşacak. Ben de Doktor Tombiş lazımdı. İstəyirəm ki onlar kızımla şekil çektirsinler. Heyvanla içəri daxil olmaq olmaz. Xahiş edirəm çıxın çölə. El eləməyin ki, mühafizə çağırıb. Başa düşmədim, nə heyvan? Siz mənim qızıma necə heyvan deyə bilərsiniz? Yaxınlaşın zəhmət olmasa. Siz mənim qızıma heyvan deyə bilməzsiniz. Sizi şikayət edəcəm. Hər yerdə sizdən danışacağım. Gözləyin indi siz. Xəstəni derinləriniz düşür doktor. Aha, ne danışırsan? Doktor, Ay doktor. Ya. bugün pasiyentimizin adı günüymüş. Tahtaya geldin. Ay, dedim sen. Şöyle kaldırın kürsü. Üfür. Ha, oradan yok, oraya dur. Buradan kaldır. Doktor, Üfür. üfür mü? Haydi üfür de. Üfürebilir miyim? Ya bu xəstə. Xəstə gedir özündən. Açay, qayıtı. Ne durmuşsan gözün dönsün, bak. Nabzına bak. Doktor, qayıtı. O duruşmadı. Nəbiz düşür doktor. O birisini ver, o birisini. Doktor. Qayıtı. Nəbiz düşür doktor. Tez ol, nabzı gedir. Doktor, nabzı yoktu. Ona da. Nerede o, ne değilsin, başı düşmürəm. Həbə. Yuh. Yiyim. Yuh. Bildim. Hadi. Doktor, xəstə sağalır, doktor. Cavab verin da. Doktor. Ay, doktor öldü. Doktor, xəstə yaşayır. Yaşıyor. Doktor çok sağ olun. Benim hayatımı. Xəstə öldü. Qoyun uşaqlar. Bu günləri yenə bir can xilas elədim. Xəstə özündən getdi. İndi hər şey yaxşıdır, bunu palataya yerləşdirməliyəm. Nə danışırsan sən? Deyirəm, hər şey yaxşıdır, narahat olma. Ay, işe yaramaz. Deyirəm, hər şey yaxşıdır. Süyab hazırdır, əməl. Ay, tis bağa. Ay, kim vurayım? Elədim də, əməliyyatı elədim, yaxşıdır vəziyyət. Get də buradan. Doktor, təbrik eləyirik. Təbrizlər doktor. Gedirik. Getirin, sen ne gelsin, hadi burada. Çıkar buradan. Götürün aparırıq şeyə. Doktor, daldala gedirik. Götür, getdik. Aparaq. Qoyaq palat. Hansı tərəfə gedirik, doktor? Sağa, sola. Doktor, Tombuş'un vəziyyəti pisləşib. Ay Allah, ne deyir bu? Tombiş. Buna ne oldu, ha? Tez nasosu getir oradan. Nasos getir, Tez ol, gel.
Düz gəl lan. Aha, düz gəlsən, gəl. Gəl, söz ol. Nə söz? Orada yox. Başı bura dön. Bu tərəfdən, buradan. Vur. Bura, vur. Ay, çox oldu. Çox da. 3-5 qoy, 3-5 qoy. Yaxşı. Hə. Qurtardı. Ayıldım doktor. Bitti. Bitti. Hə. Davam edir hələ. Səndə qalır. Mən axırıncı nəsənə ver. Bir dənəsini ver dənə olar. Ürəyim partlayır. Sonuncudur. Ev yoxdur. Görmüş. Görün aktyoru. Nə bilirlər ki, gəlir deyir, toyuğum onunla şəkil çəkdirəcək. Mən qəbullanan bilmirəm. Hələ burası yaxşıdır. Bir ama uşaqlar, nəcəb bu dəfə səhnədən təlxey deyib bizi çağırmadılar. Mən kör oynayıram. Amma başa düşə bilmirəm ki, kör mənəm, yoxsa onlar. Amma kör məncə bizim bu qədər əziyyətimizi, bizim qədrimizi bilməyənlərdir ki, bu qədər şeyi görmürlər. Hələ onlar bilmirlər ki, klonlar aktyorluğun ən yüksək zirvəsidir. Təlxeyli deyil. Ancaq biz sənətə olan eşqimiz üçün çalışırıq. Uşaqlar, siz də bizim qədrimizi nə vaxt biləcəklər? Biləcəklər. Bilsən nə vaxt? Öləndə. Nə vaxt qədrimizi biləcəklər? O vaxta qədər də buradayıq. Qardaşım, Bu səfər də mənə qadın obrazı yazmada. Bezmişəm mən bu qadın obrazı oynamaqda. Hə, sənə bir dənə rol yazmışam. Kör oğlunu. Ay bir dəqiqə uşaqlar, kör oğlu mənəm, Nigarı. Özü sən aktyorsan, elə rol verirdi, onda oynamalısan. Onda bir dənə. Bu klonların mesajıdır, yoxsa aktyorluğun mesajıdır? Ümumi aktyorluğun mesajıdır. İndi görək aktyorlarımız razıdırlarmı? Biz bir çırpın tamaşasına baxdıq. Həyat hekayəsinə baxdıq. Belə deyək də. Yəni klauna da tamam başqa çətin bir sənətdir. Çox çətin. Çox çətin bir işdir. Aktyor işi tamam başqadır, aktyor məktəbi tamam başqadır. Uşaqlar, sadəcə olaraq indi qaydırıq səhnəyə. İdeya yaxşı idi, amma siz əvvəldə hələ özünüzə qayıtmamışdan öncə oynadığınız səhnə ki var, biraz xaos var idi orada, biraz çaşqınlıq var idi, biraz stabillik yox idi, biraz nə olsun kloun oynuyorsunuz siz. Texniki cəhətdən çox qarışıqlıq var idi. Biraz sözləri eşitmədik, biraz bəlkə də hansı bir məqamda elə bir söz deyirsiniz ki, onu eşitməliyik biz. Amma eşitmədik, vacib bir sözdür, o bizə çatmalı idi, o gülməli idi. Yəni, bu səhnəni oynamaq hələ sizin yaradıcılığınızda tezdir, uşaqlar. Düzdür. Oynadınız. Oynadınız, amma bu sizə aid olan bir şey deyil. Bu siz, ümumiyyətlə, bu hər bir sənətin, hər bir peşənin əziyyəti olduğu kimi, bu sənətin də, bu peşənin də öz əziyyəti var, öz ağ-qara məqamları var. Amma bunları atladıqca daha da puxtələşirsən, daha da peşəkarlaşırsan, daha da sevilirsən, daha da tanınırsan və daha da işivə bağlı olub, işivi sevirsən. Ona görə indidən belə şeyi özünüzə köklənin. Yəni, mən bir böyük qardaş kimi sizə deyirəm.
bir əminiz kimi, dayınız kimi deyirəm. Belə səhnəciklərə özünüzü çox kökləməyin, qədrimizi. Siz axı hələ heç... Yəni, sizə görə deyirəm. Ümumilikdə amma səhnə normal, mesajınız çatdı. Alınmışdı biraz. Mesajınız çatdı. Çatdı. O istədiyiniz mesajı verdiniz. Biraz o Sən deyən sözə gəlirəm. səhvlər var da. Coşqun, hələ bunlar gəncdir. Mən bayaq ki, kollektivi biraz çox gittim dedin. Gəncdilər, Kübra xanım, hələ bunlar bilmirlər. Bir də çox sözün qutarını verir. Bəli. Əzizlərim, əgər səhnədə bax bu varsa, adi bir qələmdir də, bunu işlətməlisiniz. Bu səhnədə, bax o artıq idi. Reception. Hə, o artıq idi. Orada gəldi heyvanla içəri. O artıq idi. Orada heç bir rol oynamadı. Heç qız da gəldi, nə dedi eşitmədik. Ağzında mikrofon əgər əlindədirsə, mikrofonu tutmağı, danışmağı öyrənməli idi. Gəlişin yaxşı idi. Adama interesli gəldi ki, bu heyvanla gəlib. Amma inan ki, qırıq-qırıq gəldi səsin. Deməli, o lazım olmaya bilərdi burada. Mən əvvəl bilmədim siz niyə belə rəhlənmisiniz. O böyük sənətdir. Doğrudan da böyük sənətdir. Klonun içi həmişə obrazla dolu olur. Gözləri oynayır. Ağzı tərpənir. Üzü gülür, içi ağlayır. Klon dəhşətli bir obrazdır. Onu oynamaq çətindir. Amma inanın siz bəzi yerlərdə çox öhdəsində gəldiniz. Yaxşı rejissorunuz olsa, yaxşı çalışsanız, siz hələ təzəsiniz, gəncsiniz, yenə də bir şey bacardınız. Qarışıqlıq çox idi. Qarışıqlıq çox idi. Bax, deyirəm, səhnədə artıq şey çox idi o. Heç sizdən gözləmirdim mən. Qarışıqlığı. Bax, o paltarlar nədir salmışsınız üst-üstə, onun üstünə örtürsünüz, bunun üstünə örtürsünüz. Oynatdınız, amma bir şey oynamadı o. Çıxartdı dedin o qayçı deyil, bıçaq deyil, qoy yerinə. Oynamalıdır. Oynamayacaqsa o rekvizit səhnəyə girməməlidir. Mən sizi təbrik edirəm. Əziyyət çəkmişsiniz. Təşəkkür edirik. Çox əziyyət çəkmişsiniz. Elə bu boyalama, elə bura gəlmə, balaca qızımız. Maşallah, sənə vuruldum mən bir gün. Doğrudan da. Yox, çox istedadlı uşaqlar. İstedadlı uşaqdır. Çox. Bax, bu oğlum istedadlıdır. Çox sağ olun Kübra xanım. Təşəkkür edirik dəyərli fikirlərinizə görə. Fikrə getdi bir qədər. Dedi Əziz Körpələr. Bir də üzr istəyirəm, Rafael mənim sözə başlamamışdan qabaq. O pariki ya başında saxla, ya da çıxart. Olmaz. Səsini eşitmədim, eşitmək istəyirdik. Nə dediyini bilmədim. Doktor çox gözəl qarşıladı. Çünki o libasdan utanıb doktorun dalında gizlənirdi. Nahaq yerə. İkinci hissə olmasaydı, birincinin qəbul olunmayacaq. Doğru. İkinci hissə olmuyor. Birinci hissədə xaos çox idi. Biraz, hardasa kimsə də hərəkətlərinə sərhəd qoymalı idi. Konkret nöqtə olunmalı idi. Belə səhnəcik kimi gözəldir. Əziyyətiniz böyükdir. Çox əziyyət çəkmişsiniz. Bir balacanın liniyası bilindi, xətti bilindi. Kübra xanım demişkən, Çexovun sözüdür. Əgər tamaşada xalçanın üstündə silah asılıbsa, o ateş açmalıdır. Doğru. Çexovun sözüdür. Yəni, sizin o resepsindən, o xanımın toyuğun qızımdır. Məsələn, bu mənə açıqlanmadı. Niyə gəldi, niyə getdi o toyuq? Açıqlanmadı mənə. Niyə toyuq qız kimi qələmə, balası kimi qələmə verildi? İkinci hissə bir çox şeyin açıqladı, amma gənə o tam açıqlanmadı. Kimsə başa sala bilər o nə idi? Niyə toyuq gəldi? Buyurun. İndi o bura gəlmişdi ki, doktordan şəkil çəkdirsin aktyordan. Mən vurğuladım sonda ki, aktyora deyir ki, toyuğumla şəkil çəkdir. O gəlmişdi, sadəcə səsindən eşitməmişsiniz. O müraciətində bildirir ki, mən gəlmişəm, qızım doktor Tombişdən şəkil çəkdirsin. Sən mənə deyə görüm, tamaşanın içində o resepsiyon var idi. Oynadığımız tamaşanın içində resepsiyon, yoxsa o teatrın resepsiyonudur? Xeyr, teatrın resepsiyonu. Və niyə ora... O maskada olmalı deyildi axı o. O qrimdə olmalı deyildi. Əgər teatrın resepsiyonu... Teatrınızı qrimdə olmamalı idi. Teatrda belə şey qəbul olunmazdır. Sən ona babat şillə vurur. Şillə çox babat tutdu onu. Teatrda belə şey qəbul olunmaz. Uğur olsun. Gedin. Diqqət, hörmətli Bakılılar və Bakı şəhərinin qonaqları və xüsusən
Analar, bacılar, nənələr, elçilər, gəlinlər, adaslar. Noyabr ayının 15'i, 16'sı Heydər Əliyev Sarayı'nda bu şehirden 25 yaş jubileyine həsr olunmuş Evdar adlı sola konsertine hamınızı dinleyip dəvət edirik. İzləyə-izləyə gedirik, amma deyirik, biraz da musiqi dinləyək. Qonağımız var, Azad Balakişizadə gəlib. Buyurun Azad. Sağ olun Azad, teşekkür edirik. Teşekkür edirik, çox sağ olun. Gəldik, çatdıq sonuncu komandaya. Kübra xanımın sonuncu komandası Göygöl Gənclər Evi ta Göygöldən yığışıb gəliblər. Buyurun dostlar. Romeo və Giulietta faciəsi. Bir vaxtlar İtaliyanın Verona şəhərində iki nəsil yaşayırdı. Mantekkilər və Capulettilər. Onlar öncə çox mehriban idilər, bir-birlərinə hart deyib hart eşidərdilər. Hart nə idi? Ürək, ürək. Son illərdə Azərbaycanda insanları bir-birinə etdiyi müraciət forması. Əsas da 45 plus bığ-bırma daydayların. Sonra birdən ölkə iqtisadi böhran çöktü və onlar başladı böhrandan qurtulmaq üçün nələrsə icad etməyə. Mantekkilər adlarına uyğun olaraq Macchiato, Capulettilər sizcə nəyi? Cappuccino! Təbii ki, Cappuccino icad etdilər və başladılar hər yerdə coffee shop açmağa. Və bununla kifayətlənmədilər, başladılar bir-birlərinin bazarlarını öldürməyə. Macchiato 4.50, Cappuccino 4. Macchiato 3.50, Cappuccino 3. Macchiato 2.50, Cappuccino 2. Ha başınıza donum. 2 manada Cappuccino olar. Bu sallama çayda bəyəm sizdən ötürü.
Aralarındakı yanan rəqabətə görə başladılar. Öz ancaq xalası uşaqları, əmsi uşaqlarını evlənməyə, bir-birlərinə qız alıb verməyə dayandırdılar. Sən də bizlərdən qıvlasız. No. Mən qıvlasız deyiləm. Mən böyük İngilis yazıçı şairi Sir William Shakespeare-əm. Nə piri? Qadan alım üzürü say. Sən də onların seyidsən eləmi? O qurban olduqlarından. Bağışla qadan alım. Nə seyid. Mən yazıçıyam, mən poema yazıram, piyes yazıram, faciə yazıram. Nəcə? Şeir yazıram. Hə, başa düşdüm. Deməli, sən də onların Dədə Qorqudusan eləmi? Elə Pirsosqandan da oxşur ha. Nə Dədə Qorqud? Mən olsam onların Nizami Gəncəvsi ola bilərəm. O, Leyla Məcnunu yazmışdı. Amma mən Romeo və Juliettanı yazmışam. Bir dəqiqə saxla, sən üzü çaşdın. Bu dünyada heç kim Nizami ola bilməz ha kişi. O bu dünyaya bənzərsiz gəlib, bənzərsiz də getdi. 2 dəqiqə işim var. Gedim görüm gəlim, özüm səndən danışacağam. Nizamiymiş, yox bir. Nizami, onun sevgiyə baxın. Heç ingilislər məni bu qədər sevmirlər. Deyirəm, bəlkə mən də Romeo Juliettanı Azərbaycanda yazsaydım, bu qədər sevilərdim. Bir anlıq bunu təsvir edin. Bir də ki, niyə təsvir edək ki? Gəlin gözlərimizlə canlı şahid olaq. Salam xanım. Zəhmət olmasa bu stəkan içinə su doldura bilərsiniz. Necə su? Pulqabım maşında qalıb, heç nə yoxdur da. Çox sağ olun. Romeo. Eləcə Romeo. Eləcə Romeo deyəndə ki, Dedim bəlkə Alfa Romeosan. sən necə də şənsən. Julietta. Eləcə Julietta, Eləcə Julietta deyəndə ki, nə bilim, bir şey tapıb tapışdıra bilmədim. sən necə də Şənəm, yox şitsən. səni ilk baxışdan sevdim. Elə mən də. Mənə elə gələrsən, Heç başını da ağrıtma. Onsuz indi ərə getmək dəbdədir. Yaşım da çoxalıb. Romeo, sən kimlərdənsən? əlimdəki stəkandan tutmalıydım. Ver tutum. Ay stəkan, bu oğlan kimlərdəndir? Cavab vermir. Bir qurt demək sonda biləcəksən. Bunun içindəki sudur ki. Su təpədənsən? Venesiyanı deyirsən? Elə adan kimi bir şeydir. Heç nə suyun içindədir. Yekə oğlansan, bunun içinə niyə su doldurmusan? Palit oldum. Tuba birinci səfərdir belə bir şey eləyirdim. Mən də məcbur qaldım. Stəkanın içini su ilə doldurdum. Ciyərim yanır, ciyərim. Yaxşı da başa düşürəm. Bəzən mən də hir eləyirəm. Hətta bəzən stəkanın içində kofe bitir, atmıram. İçinə su doldururam, sonra gedirəm, şəklini çəkirəm, paylaşıram, bir sözlə göz çıxardıram. Julietta, bu elədiyimiz bilirsən nəyə bənzəyir? Niyə bilmirəm ki? Tanınmış bəzi markaların hardansa paketini tapırsan, sonra gedirsən binəyə, alırsan, içini doldurursan. Gedirsən bir dənə molun giriş qapısında şəkil çəkdirirsən, paylaşırsan, olursan fenomen. Altdan da yazırsan ki, Milanda idim moda həftəsində. Julietta, biz mütləq evlənməliyik. Niyə? Çünki məni çox sevirsən. Yox, çünki eyni ağıldayıq. Mən nerə gələrsən? Gələcəm. Gələcəm. Ay. Cülü, ay Cülü. Az harda qaldın sən? Bu qızı da bir yerə yollamaq olmur, getdi gəlmir. Of ay mama. Hər dəfə gəlib kinonun ən maraqlı yerinə çatsan, sonra da deyirsən ki, başqaları kimi ərə getməyibsən. Az bildim, özüm elə deyirəm danı. Kimlərdəndir o oğlan? Mantekkilərdən deyim ama. Yox. Atam bilsə bizi öldürər. Qəti onların adını bir də çəkmə. Bizə o qədər zərbə vurduqları bəs deyil. Hələ bir o təzə bir kofe növü icad ediblər. Bütün bazarımızı bağlayıbdılar. Bu mənim son şansımdır. Bunu əlindən qaçırdan deyiləm. Niyə? Yəni iki daşın arasında elə sevdin? Həm xoşuma gəldi, həm də ki, nə qədər kapuçino içmək olar, ara yerdə ağzımın dadını dəyişərəm da. Yenə deyirəm ki, onlardan bizə kürəkə olası deyil. Sən onun həyasız anasını tanımırsan elə. Ana, bir qız görüb sevmişəm. Mənim üçün reyiti gedərsən? Kimlərdən də oğul? Kapulettilərdən. Nə?
Qəti şəkildə yox deyirəm. Mən gedib çayçı Mahirin qızını alaram, amma Kapuletilərdən qız almaram. Düzdür, Mahirdə yönlü çay vermir, Teyxa Kraskadır verdiyi çay. Limonu da elə bil ki, sümürüb qoyublar limon qabına. Ana, sən bunları hardan bilirsən? Yoxsa gecələr atamdan xəbərsiz çayçıya gedirsən? Bəs nə? Boşluq olanda da gedib nərd atıram, dabini oynayıram. Yaxşı, zarafat eləyirəm. Atan gilə eylənəndə eşitmişəm. Özündə çayçı söhbətini yığışdır. Yoxsa atan gələndə birinin üstünə beşini qoyub deyərəm. O temanda yığışdır. Yoxsa səni ömürlük mars edərəm. Dünya gözünə ağ qoşa görsənər. Rita, bizimkilər evlənməyimizə razı deyirlər. Elə bizimkilərdən. Bəs onlar neyini yər? Orijinalda necə idi? Demək sən yuxu dərmanı içirsən? Sonra mən gəlib görürəm, belə bilirəm ki, sən özünü öldürmüsən, mən də zəhər içib özümü öldürürəm. Sonra sən oyanıb görürsən ki, mən özümü öldürmüşəm, dözmürsən, xəncərlə özümü öldürürsən. Bir dəqiqə, başım qarışdı. Bunun biraz prostoy versiyası yoxdur. Neyini, orijinalda belədir. Nə dedin? Nə dedim ki, mən yazıq? Sən yazıq deyilsən, dahi. Təllərimdən qaçırıram səni. Ədə, hara qaçırdın məni? Birbaşa sevgizin verişinə. Romeo, sən canım, məndən ötürü həqqi zəhər çərsən. Az dəlisən, onsuz yediklərimizin hamısı Teyxa Ximya deyilmi? Hə, beləcə də onlar da hamı kimi axına qoşulub, getdilər sevgizi verişinə. Necə deyərlər, Allah xoşbəxt eləsin, oğlu uşaqlı olsunlar. Canı gəldi bu. Dedim axı, Shakespeare. Hə, 2 dəqiqə gözlə. Ay qardaş, sən... Bu kimdir? Bu nə uşaqdır, qardaş? Qadan alıb, mənim uşağımdır. Bunun gözünə əlini vur. Qardaş, mən təqibdəyimi yazırsın. Vurdum, sonra. Ay Allah, Eldarın gözləri açıldı. Ağzına da vur. Hə, vurdum, sonra. Ay Allah, ata! Eldarın ağzı açıldı, ayağına da vur, ayağına da sıçrasın. Ayağına da vurdum, sonra. Ay Allah, Eldarın ayağı açıldı. Ay, qaç görün buradan. Ay Allah! Ay millət! Görürsünüz ana, Seyiddir, əsl Seyiddir. Gəl növbəyə dur, mən yazıçıyam, Seyid nədir? Ödəniş. Ödənişim yoxdur ya, qoyun versən. Olar. Ala. Ay, siz nə? Bu 2 nəfərsiz. İkimizi bir saydan. Bu avtobusda uşaq qucağına alıb oturasan. Yeni karnavaldır. Ala, bu da sənin. Niyə tutun bağlayın? Niyə tutun bağlayın? Cəddinə qurban olun. Ay Seyid filan. Allah sizə rəhmət eləsin. Ay qoymayın, qaçdı. Çörək ağacım qaçdı. Ay Allah. Növbəti qonaqlarımız buyursunlar. Gəlin, utanmayın. Az gəlin də, Ay Allah, görün kimlər. Bunlar da məndən əl çəkmir. Gəlin, keç. Necəs, nə var? Keçin, yaxşı, keçin, oturun, keçin. El ikiniz gəlmişsiniz. Az bayaqdan dönəndə, ayıbdır. Analarımızı çağıraq. Gəlin, ay qız, gəl. Bunlar yenə. Ay qız, nə olub? Keçin, otur. Təzə gəl. Çox şadam, ay qudam. Şad olmuşam bu axşam, ay qudam. Gəlin şid oldu bayram, ay qudam. Sən evimizin bəzəyisən, ay qudam. Bəs indi nəyə gəlmişsiniz? Olmaya siz də məşhurlaşmaq istəyirsiniz. Elgiz müəllim, uşağımız olmur, ona görə gəlmişik. Can, ay qız, nə olub? Nə həşirdir? Hələ təzə evlənmisiniz də. Elgiz müəllim, 2 aydır. Hə, Can, 2 ay böyük srokdur. Elgiz müəllim, ayıb söhbət edirsiniz, olmur belə. 10 milyon adam baxır bizə, biabır edirsiniz. Olmur axı. Necə səbləşdirmə tabiyyəm qalxdı. Hələ mənə bir ağıl öyrədir. Elgiz müəllim, siz Allah, mənim xətrimə ərimi bağışlayın. 2 ayda evlənmişik, uşağımız olmur. Qaynanam tərəfdən də üzümə söz gəlir. Yazıq atam, rəhmətə getdi.
bircə anam qalıbdı. Can, anan ölsün, anan ölsün. Amin deməyən dillər qurusun. Nə canın ölsün. Nə var? Dəhşətdir, nə olur? Nə olub ay Elgiz müəllim, biz eləyirik. Belə şey olar, yekar vatdan oturun da. Uşaq olmadı yatan rəhmətə getdi. Elgiz müəllim, uşaq nə əlaqə? Hər ərimi görəndə deyirdi ki, səni bizə calayanım. İndi isə qoyun mən sizə kömək eləyim. Deməli, studiyamıza çağırıram ekspertimiz Seyid Vilayəti və onun PR meneceri və prodüseri Şəfayət Tapdığı. Qoyun onlar gəlib elə sizə kömək olsunlar. Gəl, gəl. Alqış, bəs, belə şey olar. Çağırmışıq sizi alqışlamağa. Gəl, çıx. Səngiz müəllim, dəvətiniz üçün çox sağ olun. Buradan hər kəsi salamlayıram. Hamını salamlayıram və demək istəyirəm ki, səhhətimlə bağlı mən Almaniya 10 günlük səfərə gedirəm. İndidən menecerimlə əlaqə saxlayın, nömrələrinizi qoyun. Kiminə lazımdır, şəfasını verəcəm. Heç narahat olmayın. Deməli, bizim bu gənclərin uşağı olmur. Onlara necə köməklik göstərə bilərsiniz? Seyid babam illərdir cəmaatın şəfasını verir. Mənim əlimdə nədir ki? Qızım, mən sənə indi bir dənə ofsunlamış çörək verəcəm. Qoyarsan diliqin altına. 9 aydan sonra ay parçası kimi bir dənə uşağın olacaqdır. Gözlə bir dəqiqə, sumkanı bər ver. Sumkanı bər ver deyirəm. Bu nədir? Çoxdur. Ay, min dəfə demişəm, adam sanadan balasan, bu çörək hara basıb bizə sıpa kimi? Mən nə qarıcım indi? Mədəm tez-tez yoga verir deyə. Basıb yemişəm çörəyi. Seyidin gözündən dirək. Bir dəqiqə deyən, bu sizin öz qarnınızdır. Dəlisən sən. Bəlkə deyirəm sizdə. Yox, dəlisən sən. O aşaq bər yer. Bala, ala, bu bir manadır. Bax, 30 qəplik bir dənə zavod çörək alasan. Niyə dayı boq təndir alasan? Sonra dədənin dırdırına qutaran verəcəm deyirəm. Get. Yolda gələndə endirmə düşmüşdü. Bir dənə suxarik aldım. O kömək eləməz. Çünki vaxtında yola salaq getsinlər. Vaxtımız az yazıqdılar. Ver görüm o suxariki, ver görüm. Hə, qızım, gör nə deyirəm. Bax, ala bu suxariki götür. Amma bərbaşdan deyirəm, uşaq kürəni olacaq. Özdəki üzü çopur olacaq. Niyə? Çünki suxarik çox qızarıbdır, üzdə deşik-deşikdir. Az ver görüm o pendirlidir yoxsa tomatlıdır. Özdəki qarşısında saxlayırsan, axşam futbol var. Futbola baxa-baxa qəşəng yeyəcəm. Dəlisən, elə bir dənə uşaq istəyirsən. Qoy bacılı qardaş da olsun lan. Elgiz demiş, nə həşrindir. Bununla da verilişimiz sona çatdı. Gələn dəfədən geyinin, keçirin ki... Ay Seyid müəllim, sizdən bir şey xahiş eləyə bilərəm. Buyur bana, buyur. Siz elə eləyə bilərsiniz ki, mən bir də belə eləməyim. Nətər eləməyəsən? Yox bala, səninki də bunun həyasızlığı kimi Allahdan gələ bir nemətdir. Bir də bir şey deyəm, sən çörəqənə bundan çıxır, dəyişməsən yaxşıdır. Yaxşı mı? Hələlik! Buyurun dəyərli münsiflər. Senari kimindir? Niyə belə qarışıq yazmışsın? Birlə əlaqələndirmişəm, həm də ki, bu açığı bizdə bu qaloş piri, dəvə piri, gipsdən dəvə düzəlvatına keçirlər. Daha çox ona vurğu vuraydın. Nəinki o Seyidin özünün də o pirlərə daha çox vurğu vuraydım gərək. Biraz qarışıqlıq, coşqun mənim müşkən çox idi. Həm qarışıqlıq çoxdur, həm aktyor sayın çoxdur. Bəlkə də xuddanmısan yazmağa, dayanmamısan. Kaş elə əvvəldən Selgizin mövzusunu elə ondan başlayırdınız. Ya da ki, əvvəldən... O verilişə bir parodiya eləyirdiniz. Əvvəldən başlayıb, elə əvvəldə də o Shakespeare-lə sonluğu verərdiniz. Yəni, araya başqa mövzular girdikcə sizin xəttiniz itir. Xətt itir. Təşəkkür edirik. İcazənizlə sözləriniz, fikirləriniz yekunlaşsa yola salaq. Bəli, yola salaq. Sağ olun dostlar, çox sağ olun. Birazdan səs vermə həyata keçiriləcək. Akstafa Gənclər evini dəvət edirik. Hörmətli Gəncəlilər və Gəncə şəhərinin bütün qonaqları noyabrın 22-sində
Gəncə şəhərində yerləşən Gəncə Dövlət Filarmoniyasında bu şəhərdənin 25 il yubileyinə həsr olunmuş Evdar adlı solo konsertinə hamınızı dəvət edirik. Sağ ol, Ağstafa Gənclər evi. Adamlar deyir, meydan var, istifadə edirik də. Kim nə deyə bilər ki? Çox sağ olun, yola salırıq sizi. Teşekkürlər. Yaxşı. Kübra xanımın komandalarını izlədik. Kübra xanım bugün qərarda iştirak etmir. Yalnız eşidəcək o qərarı. Hazırsınız? 3 komanda idi. Göyçay idi, Göygöl, Ağstafa və Göygöl. 3 komandadan sizcə ən yaxşısı hansıydı? Bu komandaların final çıxışları deyildi. 3 komandanı da mən nəzərdə tuturam. Bu həm Göyçaydı, bu mənim fikrimdir. Ağstafadır, Göygöldür. Bu final çıxışı deyildi. Finala yaxın çıxış deyildi. Üçü də zəif idi. İndi biz bu zəiflərin içində ən zəifini tapmalıyıq. O da çətindir. Fikrimdə bir nəfər var, bir komanda var. Bir komanda var. O fikirlə Rafael müəllim razıdırmı? Çünki dəfələrlə o komandaya deyildi ki, özünüzü toplayın. Bu Göyçay komandasıdır. Bu mənim fikrim. O sizin fikrinizdir. O fikrinə razısınız? Coşqun düz deyir bu ki, bugün komandaların hamısı zəif. Ən çoxdan mən Göygöldən bunu gözləməzdim. Yəni, burada bilirsiniz, tək oğlum sən yaxşı oynadın, qızım sən pis oynadın, qızım sən yaxşı oynadın, oğlum sən... Tək idi. Bu belə olmamalıdır. Bunlar hamısı gəldikləri gənclər evini təmsil edirlər və nəticədə sonda bir iş qoyurlar da ortaya. Ümumi olaraq hansı komandanı yola salmaq qərarını verdiniz? Rafael müəllim və Coşqun müəllim. Göyçay. Oyun cəhətdən falan biraz orada zəifçilik var. Tək güllə bahar açılmır. Gərək bütün güllər açılsın ki, deyək bahar gəldi. Düzdürmü? Ona görə diqqətli olsunlar, ruhdan düşməsinlər. Əlbəttə. Davam eləsinlər. Təşəkkür edirik Kübra xanım. Dəyərli münsiflərimiz, çox sağ olun fikirlərinizə görə və ortaq bir qərara əsasən Rafael İskəndərov və Coşqun Rəhimov bərabər qərar verdilər ki, Kübra xanımın komandaları arasından Göyçay Gənclər evi ilə vidalaşaq. Göyçay Gənclər evi, yolunuz açıq olsun. Bütün komandalarımıza deyirik. Kübra xanımda artıq 2 komanda qaldı. Göyçay və Ağstafa. Coşqun müəllimdə də 2 komanda qalıb. Gələn həftə Rafael müəllimin də bir komandası gedəcək, 2 komanda qalacaq. Finala çox az qalıb. Bu cür sənətçilərdən, bu cür sənətkarlardan, aktyorlardan istifadə edin. Yaxınlaşın, zəng edin, məsləhət alın, səhnəciyini bir müzakirə edin onlarla, dəyərli fikirlərini öncədən eşidin. Çünki finala çox az qalıb. Odur ki, bugün Göyçayla vidalaşdıq, sizinlə də vidalaşırıq. Çalışın, şən olun, gənc qalın, görüşərik.